Yarmarkada çox fərqli bir stendi yoxladım. Yarmarkanın ikinci günündən hər kəsə salamlar və bu dəfəki yoxladığım stend tiftik oldu. Bu Türkiyənin məşhur yeməyidir, marağımı çox cəlb elədi və yoxlamaq istədim. Çörəyin üzərinə mal əti, kartof fri və bol sos əlavə olunur. Üzərinə əlavə ingrediyentlər də əlavə olunub tosta qızardılır. İnandırım sizi, o qədər mükəmməl dadı var idi ki, deyərdim ki, yarmarkanın ən ləzzətli stendlərindən biridir. Həm böyük və doyumludur, inanın ki, güclə bitirdik. Həm də dadı möhtəşəmdir. Qiyməti 8 manatdır. Yarmarkaya gəlsəz mütləq bunun dadına baxın. Növbəti yaxınlaşdığımız stend tridenlik oldu. Tridenlik istəsəz darçınlı, istəsəz fıstıqlı götürə bilərsiniz ki, biz fıstıqlı seçdik. Mən sadə, rəfiqəm isə dondurmalı götürdüm. Nutellanın da xəmirin dadı çox ləzzətli idi. Niyə bu günə qədər sınamamışam? Həqiqətən peşman oldum, çünki çox dadlıdır. Doğrudan da hər iki stend verdiyim pulun hər qəpiyinə dəyər. Daha sonra yarmarkanın ən çox sevilən stendlərindən biri olan kumpiri yedik ki, bilirsiniz ki, kumpir yarmarkada ən çox növbəsi olan stenddir. Biz qarışıq kumpir götürdük, qiyməti 9 manat idi və həqiqətən həmişəki kimi çox dadlı idi. Bunun da dadını çox bəyəndik. Ümumiyyətlə kumpiri yeyənlər bilir ki, buranın kumpiri əla olur. Bu dəfəki yeni stendlər çoxdur. Hər birini bir-bir sizlərlə çəkib paylaşıram. Bəs siz hansı stendləri yoxlamağımı istəyirsiniz?